Salam əziz dostlar və dəyərli izləyicilər. Allah tutduğunuz oruclar və namazları qəbul etsin. Və bugün də istərdim ki, sizlərlə qısa bir video çəkim. Və bu videoda mən səlis danışığı, ümumiyyətlə necə deyərlər, sürətli danışığı necə inkişaf etdirmək olar, bunu hər dilə aid etmək olar. Hətta Azərbaycan dilində belə bəzən insanlar olur ki, nitqini düzəltmək istəyir. O insanlara da bu metodları tətbiq etmək olar. Yəni o insanlar da bu metodları tətbiq edə bilər. Bunu necə edə bilərsiniz? Məsələn, deyək ki, siz Alman dilini öyrənirsiniz və Alman dilində səlis danışmaq istəyirsiniz, aksentlə, nə bilim, tələffüz, intonasiya, hər bir şey dalğalı şəkildə olmasını istəyirsinizsə, bu metodu sınayın. Deməli, necə eləyəcəksiniz? Deməli, ilk öncə belə bir şey eləyəcəksiniz. Bir video götürürsünüz. Məsələn, Alman dilində bir şəxsin videosudur, hansı ki, danışığı sizin üçün çox əvəz olunmazdır. Həmin videonu götürürsünüz və onu ilk öncə, deməli, 5 dəqiqəsini götürürsünüz. Deməli, burada 2 metodika tətbiq edəcəksiniz. Kölgə dinləməsinin 2 metodikasını sizə deyəcəm. Shadow dinləmədir bu. Deməli, birinci 5 dəqiqəni normal sürətdə alt yazılı, o cümləni dediyi qaydada qaytarırsınız. O cümləni dediyi qaydada saxlayırsınız, qaytarırsınız. 5 dəqiqə bitəndən sonra burada belə bir metodika tətbiq eləməlisiniz. Bu metod nədir? 5 dəqiqə bitəndən sonra isə başlayırsınız, həmin o 5 dəqiqəni əvvələ çəkirsiniz. Sürəti 1/2-yə qaldırırsınız və alt yazılı normal sürətdə ucaq səslə ola bilər. Ucaq səslə də qoya bilərsiniz, yəni fərqi yoxdur. Siz oranı oxuya-oxuya o da orada danışsın. Yəni bu sizin həm eyni anda nitqinizi düzəldəcək, həm sürətinizi düzəldəcək. Sürət şəklində çox yaxşı düzəldəcək. Yəni buna çox dəhşət kömək eləyəcək və bu metodikanı qısa bir zamanda eləsəz, inanın ki, 15-20 gün içərisində belə effektini görə bilərsiniz. Hətta ikinci, üçüncü gün belə effektini görə bilərsiniz. Çünki çox möhtəşəm bir metoddur. Ümid edirəm ki, bu metodikanı sınayıb nəticəsini görəcəksiniz. Çox sağ olun.